Sonra 1548-ci ildə özbəklərlə döyüş yenə aparır. Fikir verdiniz ki, 1540-cı ildə Ubeyd xan, Şeybani dövlətinin rəhbəri xan vəfat elədiyinə görə artıq özbəklərlə biraz azalır döyüşlər. 1540-cı ildə vəfat eləmişdi. 1548-ci ildə özbəklərlə döyüş olur. Gürcan yaxınlığında bu döyüş 100-cü döyüş idi cəmi. Sonra Astrabad yaxınlığında da bu Gürcan yaxınlığında Əli Sultan Özbək Şahqılı Sultan Ustazlı bir qoşunla məğlub olur. Sonra Agümbət yaxınlığında Gərcistanda Qazax Sultan məğlub edir Bayram oğlan Özbəyi. 1548-ci ildə Xatun yaxınlığında Yerat yaxınlığında yenə özbəklər məğlub edir. Bu döyüşdə 9 nəfər özbəklər döyüşçü itirir. Bu özbəklərlə cəmi Şahsman hakimiyyətin dövründən bəri 60-cı meydandır, 60-cı döyüş idi. Səfəvi Özbək müharibəsi 1550-ci ildə Herat qalası yaxınında Məhəmməd xan, Buruq xan, bir də ki Əbdülətif Sultanı məğlub edir. 1500-cü ildə Əşbar qalası təslim olur Gərcistanda. Qazax Sultan Ali Bayram oğlan başçılığı idi qala qarnizonda. 1552-ci ildə İsfahan yaxınında özbəklərlə döyüşdə Səfəvilər məğlub olar. Məcnun Sultan Şamlı öldürür bu döyüşdə. Özbək ordusuna Pəhləvanqulu Sultanla Hacım Sultan özbək başçılıq eləmişdi. Nadir hallarda Səfəvilər özbəklərə məğlub olurdu. Ən çox qələbə çalırdı. Dəfələrlə olur ki, özbəklər Xorasana yürüş edəndə, Xorasan həmişə işğal eləmək istəyirlər. Dəfələrlə Səfəv ordusunu görən kimi geri çəkilir, çox vaxt özünə çox az olanda döyüşə gedir. Sonra 1552-ci ildə İsfahan yaxınlığında dediyim kimi məğlub oldu. 1559-cu ildə Nişapur yaxınlığında özbəklər məğlub edir. Budaq Sultan Qaca, bir də Süleyman bəy Məlkənoğlu Zülqədər ona qarşı özbəklərə qarşı gəlmiş Sar Qurğan özbəklərin sərkərdəşi bu döyüşdə öldürülür. Sonra özbəklərlə yenə 1561-ci ildə Əli Sultan Özbək Xorasana basqın edir. Əvəzində 1561-ci ildə həmin ildə Qazax Sultanın qardaşı Hüseynqulu bəy Həzarə vilayətinə basqın edir. Ona cavab olaraq 1560-cı ildə Türk qalası alınır. Safı Vəli Xəlifə Rumlu, Qəmbər Sultan Ustazlı Sultan İbrahim Mirzə başçılıq edirdi. Səfər olsun. Əli Sultan Özbəyin qardaşı olan Əbülxan başçılıq edirdi. Türk qalası Xorasanda. Sonra 1563-cü ildə İsfərain yaxınlığında özbəklər yenə məğlub edir. Əli Sultan Özbək, bir də Əbülxan başçılıq edirdi özbək qoşundan. Sonra özbəklərlə yenə döyüş oldu. 1561-ci ildə Əbülvərq qalası Aman diləni təslim edilir. Əbülxan qoruyurdu bu qalanı. 1566-cı ildə Qübbət qalası özbəklər Abdullah xan, bir də ki Xosrov Sultan başçılıq ilə Herat yaxınlığında olan Türbət qalasına mühasirə ala bilmirlər. Özbəklərlə bir döyüş olub 1569-cu Cam yaxınlığında Özbək Sultan İbn Rüstəm Sultan İbn Canıbər Sultan Həmzə bəy Səncəroğlu məğlub edir. Həmzə bəy özü öldürür bu döyüşdə. Sonra 1569-cu ildə Xatun körpəsi yaxınlığında özbəklərlə qarşı döyüşdə 7000 özbək qoşuna Səfəvi ordusunu məğlub edir. Mina yaxın Səfəvi döyüşçüsü yenə bu döyüşdə ölür. Özbək Sultan məğlub edir. Fikir verdiniz kimi Ubeyd xandan sonra ən çox Səfəvi qoşunu üzərində Özbək Sultan qələbə salır. Bu döyüşdə Zeynal bəy Səfəvi sərkərdəsi öldürür. Sonra Əmir Hüseyn öldürür. Hacı Sultan Kutfal bir də başçılıq edir Səfəvi qoşuna.